İndi isə gəlirik tabellik bağlayıcılarına. Tabellik bağlayıcıları nədir? Tabellik bağlayıcıları tabeli mürəkkəb cümlələrin tərəflərini bir-birinə, yəni baş cümlə ilə budaq cümləni bir-birinə bağlayan əsas, belə deyək ki, zəncirdir. Tabeli bağlayıcılar hansılardır? Birincisi gəlir because və as. Bunlar hər ikisi səbəb ifadə edir. Because çünki deməkdir, as isə üçün görə deməkdir. Bunların fərqi nədir? Bunların fərqi ondadır ki, bu bağlayıcıların sonra cümlə gəlməli, yəni mübtəda xəbər gəlməlidir hər ikisindən sonra. Məsələn, nümunə deyirəm. I am ill because I drink cold water. Mən xəstəyəm çünki soyuq su içdim. Bunlar artıq bir-birinin səbəbini ifadə edir. Mənim xəstə olmağımın səbəbi soyuq su içməyimdir. O cümlədən də as-dən də istifadə edə bilərsən. I am ill as I drink cold water. Mən soyuq su içdiyim üçün xəstəyəm. Və gəlir because of. Because of ucbatından görə deməkdir. Because of-dan sonra mütləq şəkildə isim, əvəzli gerund gəlməlidir. Məsəl üçün, because of verdi, because of the fine weather, we went on excursion. Soyuq hava ucbatından biz nədir? Yaxşı hava olduğuna görə, yəni yaxşı havaya görə biz getdik ekskursiyaya. Bax, burada weather sözü isimdir. Bu fine da bunu təyin edən bir sifətdir, təyin edicidir. Mən deyirəm ki, özündən sonra isim gəlməlidir. Amma fine sözü sifətdir. Necə olur? Biz onda fine'a baxmırıq. Biz bu ismə baxırıq. Sonra gəlir so. Ona görə də deməkdir, nəticə ifadə edir. Bəzən uşaqlar as-dən sonra qarışdırır uşaqlar. As üçün görədir, səbəb ifadə edir, səbəbini göstərir. Dedim ki, mən xəstə olmağımın səbəbi nədir? Soyuq su içməyim. Amma soyla verəndə artıq nəticə nədir? Soyuq su içməyim nəticəsində nə oldu? Mən xəstə oldum. As verəndə səbəbini deyirəm. Xəstə olmağımın səbəbini deyirəm. Amma soyla cavab verəndə isə mən nəticəni göstərirəm. Soyuq su içməyim nəticəsi nə oldu? Xəstələndim. Sonra gəlir so zət, such zət. Bunların hər ikisinin tərcüməsi elə ki deməkdir. Bəs bunların fərqi nədir? Demək, sizə belə bir şey deyim. So, indi inşallah ki, digər dərslərimizdə bu haqda geniş məlumat verəcəm. So, elə ki tərcümə olunur və sodan sonra qəti şəkildə isim işlənməz. Sodan sonra sifət və zərf gələ bilər. Bu zət burada artıq bağlayıcı rolunu işlənir. So zət olanda artıq bağlayıcı kimi olur, elə ki kimi tərcümə olunur. Məsələn, nümunəyə baxaq. The box so heavy that I couldn't lift alone. Qutu çox ağır olduğu, elə ki, daha doğrusu belə deyək də, qutu elə ağır idi ki, mən onu tək yalnız qaldıra bilmədim. Bax, burada sodan sonra mütləq şəkildə sifət və yaxud da zərf, bu ikisinin biri gəlməlidir. Sifətdirsə, istənilən sifət gələ bilər. Zərfdirsə, sonunda ly şəkilçisi, ly şəkilçisi olmalıdır. Sonra gəlir saç. Saç sətdə bu da elə kimi tərcümə olunur, amma bunun fərqi sodan oradadır ki, saç qəti şəkildə təkcə sifət zərfdən işlənməz. Saçda isim olmalıdır. So isim istəmir, saçda sifət zərfi istəmir. Sifətin yanında olan ismi istəyir, götürür. Amma ki, tək başına sifəti istəmir. Yəni yanında mütləq şəkildə isim olsun. Nümunəyə baxaq. It was such a heavy box that I couldn't lift alone. Bax, burada heavy box. Box isimdir, qutudur. Və əgər həmin isim sayılan təhdirsə, bunun qarşısında article olmalıdır. Bax, görürsünüz yenə article işlənir burada. Box sözü təhdir olduğuna görə article-ını verdi. Such a heavy box I couldn't lift alone. Elə ağır qutu idi ki, mən onu tənha qaldıra bilmədim, tək qaldıra bilmədim. So zət ondan ötürü ki, məqsəd ifadə edir. We work hard. Biz çox çalışmalıyıq. Ondan ötürü ki, we can enter the university. Biz universitetə daxil ola bilək. Bacarıq ifadə edir. Though, also, in spite of, despite. Bunlar hər ikisi baxmayaraq kimi tərcümə olunur. Və bunlar hər ikisi yerində dördü də baxmayaraq kimi tərcümə olunur. Ziddiyyət ifadə edir. Amma fərqli yerləri var. Məsələn, although-dan sonra mütləq şəkildə cümlə gəlməlidir. Cümlə dediyində mübtəda xəbərdir. In spite of-dan da despite-dan sonra isim əvəzli gerund gəlməlidir. Fərqləri bunlardır. Although isimlə mübtəda ilə xəbərdən işləndiyi halda in spite of-dan despite isim və əvəzlikdən, həmçinin gerundlardan işlənir. Sonra as, sifət, as.
Bu müqayisə bildirməkdən ötürü istifadə olunur. As nöqtə əslində sifət haqqında məlumat olan yoldaşlar bunu bilir ki, sifət dərsində dediyimiz kimi iki əşyanın və yaxud da insanın xüsusiyyətini bir-birinə bənzədərkən biz əzəzdən istifadə edirik. Necə? Məsələn deyirəm ki, kitab digər kitab kimi bahalıdır. Və yaxud da bu maşın o maşın kimi bahalıdır, bu maşın o maşın kimi ucuzdur. Burada artıq məsələn deyirəm ki, Günay Günel kimi çalışqandır və yaxud da Günay Günel kimi tənbəldir. Bunların hər ikisinin xüsusiyyətini bir-birinə bənzətdim. Bax, burada artıq əzəzdən istifadə edirik. Bu isə 8-9-cu punktlarda isə bunlar artıq zaman dərslərində istifadə olunan bağlayıcılardır. Bunlar haqqında bunları bura məlumatlar vermirəm, çünki şifahi formada verməkdənsə daha dərindən məlumat verməyi üstün tuturam sizə. Ona görə bunlardan keçirik. O cümlədən if-də keçirik. Gəlirik whether or. Mi yoxsa deməkdir. Whether or mi yoxsa deməkdir. I don't know whether to go or stay. Mən bilmirəm. Gedəcəm yoxsa qalacam. Gedəcəmmi yoxsa qalacammı? Bu formada olur. Daha sonra why, what for, niyə, nə üçün? Bunlar hər ikisi reason sözündən sonra gəlir. Why bağlayıcısı olan cümlədə for sözünüsü işlənməz. Why bağlayıcısı olan cümlədə sözünü işlənməz. For sözünüsü işlənməz. What for sözünüsü ilə işlənir. What'dan for sözünüsü qəti şəkildə ayrılmaz. Reason sözündən sonra mütləq şəkildə why gəlməlidir. Yəni bu səbəb olan yoxa, reason sözünü gördünüz cümlədə. Ondan sonra why bağlayıcısını qoymalısınız. Sonra where. Where haradakı kimi tərcümə olunur. Where işlənir məkan mənalı isimlərdən sonra. Məkan mənalı isimlər deyilən nəzərdə tuturuq. Nə bilim, şəhər, kənd, city, village, town, sonra home, house, sonra cottage, hər hansısa bir isim, region və s. Bunlar hamısı məkan mənalı isimlərdir. Ağlınıza gələn məkan mənalı isimlər. Bunlar artıq məkan mənalı isimlərdən sonra V işlənir. V olan cümlədə in sözünüsü olmaz. Yadınızda saxlayın. Nə V-dən əvvəl, nə də sonra in sözünüsü olmaz. Qəti şəkildə. Məsələn, nümunəyə baxaq. The city where I spent my childhood in Rustavi. Şəhər, harda ki mən keçirmişəm uşaqlığımı Rustavidə. Sonra gələk baxaq in which-in, that-in. Bunlar da hamısı hardakı kimi tərcümə olunur. Bəs bunların fərqi nədir? Which özü ayrılıqda hansı ki kimi tərcümə olunur? Which-in əvvəlində və yaxud da sonrasında özündən sonra mütləq şəkildə söz önü olmalıdır. Söz önü olmalıdır ki, hardakı kimi tərcümə olunaq. Zətdən də həmçinin söz önü olmalıdır. Amma zətin birinə qaydası var. Zət özündən əvvəl heç vaxtı heç bir söz önünü qəbul eləmir. Zətin özündən sonra istənilən söz önü gələ bilər. Əgər hardakı kimi tərcümə edirsinizsə inlə işlənməlidir. Amma ki qalan digər hallarda zətin özündən əvvəl heç bir söz önü in, on, of, about, to, of, sonra digərinə ağlınıza gələ bilən bütün söz önlər heç biri zətdən əvvəldə keçməli deyil. Zət özündən əvvəl söz önünü istəmir. Sonra what. What nə deməkdir? What nə isimdən işlənməz, nə əvəzlikdən işlənməz. Birbaşa feildən sonra işlənir. Nədir? Burada bir dənə əsas məsələn varsa, əgər sizdə what-dan əvvəl belə cümlədə isim verilməyibsə, feildən başlayıbsa artıq what-u rahat şəkildə qoya bilərsiniz. Məsələn, nümunəyə baxaq. I cannot hear you are telling. Mən deyir, eşidə bilmirəm sən nə deyirsən. What-dan əvvəl gələn isim yoxdur deyənə rahat şəkildə mən verdim. Çünki feil gəlibdir. Hear eşitməkdir, feildir. Ona görə rahat şəkildə mən bunu verə bilirəm. Sonra who, whom, whose. Bir də which. Who kim ki deməkdir. Whom kimə ki deməkdir. Whose kimin ki deməkdir. Which hansı ki deməkdir. Who'dan sonra gəlin buradan bir şəkil üzərindən göstərim. Bunlar üçü də, bu üçü canlı ismə aiddir. Yəni insana aiddir. Canlı isim deyənə insana aiddir. Who'dan əvvəl canlı isim gəlir, özündən sonra feil gəlməlidir. Whom'dan əvvəl canlı isim gəlir, özündən sonra əvəzlik gəlməlidir. Whose'dan sonra canlı isim gəlməlidir, özündən sonra isim gəlməlidir. Çünki niyə? Whose kiminki kimi tərcümə olunur. Kimin? Yerlik hal var. Yerlik halda demişdik ki, özündən sonra mütləq şəkildə isim gətirməlidir. Ona görə whose özündən sonra isim gətirdi. Məsəl üçün, I don't like people
who tell jokes all the time. Deyir, nədir? Mən xoşlamıram insanları, kim ki bütün gününü zarafat edir, yalan danışır, bu kimi. Zarafatlar danışır. Jokes, tell jokes həm zarafat etməyə, həm yalan danışmaq kimidir. Mənası var. Bəzi yerlərdən görə bilərsiniz. Burada baxırsınız who işlənib. Who-dan əvvəl insan işlənibdir, people. Və özündən sonra xəbər gətirdi. Bir məqamda yadınıza çatdırım, nəzərinizə çatdırım. Bax, bu people sözü cəmdə olduğuna görə xəbər də cəmdə oldu. Birbaşa xəbər gətirdiyi üçün xəbər də cəmdə olmalıdır. Bax, bu people bu xəbəri idarə edir. Bu people sözünün əvəzinə person olsaydı, bu xəbər təkdə olmalıdır. Yəni sonunda s olmalıydı. Sonra whom. Whom kiminki demək, kimə ki deməkdir, üzr istəyirəm. Kimi ki, kimə ki. Whomdan əvvəl isim gəlir, woman. Amma whomdan sonraki gələn isim isə İsim yox, daha doğrusu əvəzlik gəlməlidir. İnsan bildirən əvəzlik gəlməlidir. Bu insan bildirən əvəzliklərə törəmə əvəzlik də ola bilər. Ha, somebody, someone, anybody, anyone, nobody, no one və yaxud da kimsə. Yəni hər hansı bir isim olmalıdır orada. Yəni ismə bağlı olan isimləşmiş əvəzlik də ola bilər. Sonra gəlir whose. Dediyim kimi whose'dan əvvəl də isim olmalıdır. Canlı isim. Whose'dan sonra isə istər canlı olsun, istər cansız, bunu fərq etməz. Cümləyə baxın. Sonra gəlir which. Which hansı ki deməkdir? Əşya və heyvanı bildirən sözlərlə sonra işlənir. Which hansı ki deməkdir? Əşya, heyvanı bildirən sözlərdən sonra işlənir. Məsəl üçün, bura aiddir. Məsələn, flowers, güllər. Cotton, pambıq, hər hansısa bir cansız varlıq. Book, kitab. Bu formada işlənə bilir. Yəni, əsas öncəliyimiz yalnız bu üçündə, bu who, whom, which-də sonraya baxırıq. Özlərindən sonra. Amma digərlərində özlərindən əvvələ baxmaq lazımdır. Şərtimiz odur. Sonra gəlir zət. Zət hansı ki deməkdir? Zət özündən əvvəl heç vaxt sözünü işlətməz. Bir dənə məsələ var. Zət who, whom, which-in sinonimidir həmçində. Həm canlını ifadə eləyir, həm cansızı ifadə eləyir. Canlını ifadə eləyirsə, özünün əvvəl heç vaxt sözünün olmalı deyil. Çünki zət dediyim kimi, bayaq da qeyd edildiyim kimi, sözünü ilə zət heç vaxt bir yerdə işlənə bilməz. Sözündən sonra, daha doğrusu zətdən sonra gələr sözünü. Zətdən sonra sözünü gələr. Bu artıq doğrudur. Məsəl üçün, gələk baxaq. The doctor. Doktor həkimdir. Burada baxıram ki, doktordan sonra saved, feildir. Bu artıq who-nu qoymalıyam bu ortalığa. Çünki who-nun düsturuna əsasəndir. Who-dan əvvəl canlı isim, özündən sonra feil. Bəs burada nə işlənməlidir? Zət. Zət niyə görə işlənir? Çünki canlını əvəz elədiyinə görə. Baxıram ki, sözünü var, xeyr. Sözünü yoxdursa, mən rahat şəkildə zətdən əvəz eləyə bilərəm. Yəni, who da ola bilər, zət də ola bilər. Nurse, tibb bacısı, insandır. Bir dənə də ay, şəxs əvəzliyi. Whom-u qoydum, zəti də qoya bilərəm. Çünki bunu da əvəz edir. Və sözünüm yoxdur. Ki, açar deməkdir, cansız isimdir. Birbaşa which-i qoyuram, zəti də qoya bilərəm. Yəni, bunlar yine bir-birinə sinonim olur. Əgər who, yəni tərcümə baxımından da bunlara uyğunlaşır. Canlıdırsa kim ki, kimə ki uyğunlaşır. Cansızdırsa which-lə uyğunlaşır. Sonra how necə deməkdir? Əsasən bu tərcümənin əsasını tapılır. As if, as though, elə bir sanki güya deməkdir. He looks at me as if he knows me. Deyir ki, o elə baxır mənə, sanki məni tanıyır, elə bir məni tanıyır mənasındadır. Sonra burada da to as also-dur. Bunlar hamısı to ilə also həmişə təsdiq cümlələrdə işlənir. Qəti şəkildə inkarda işlənməz, amma as isə inkar cümlənin sonunda işlənməlidir. Məsəl üçün, I want to go there to. I don't want to go there. As inkar cümlənin sonunda işlənməlidir. Also isə təsdiq cümlədə işlənir. Bir dənə bax burada as inkarda işlənir. Qalan ikisi isə təsdiq cümlələrdə işlənməlidir. Sonra gəlir hardly, almost nearly. Bunlar da demək olar ki, təxminən kimi tərcümə olunur. Hardly yalnız təsdiq cümlələrdə işlənir, amma cümləni inkara çevirmək üçün işlənir. Hardly olan cümlədə ikinci bir inkarı olmaz. Səbəb nədir? Çünki hardly özü təsdiq götürdüyünə görə, təsdiqi ifadə etdiyinə görə ikinci, daha doğrusu təsdiq cümləni götürüb orada təsdiqdə işlənərək cümləni inkara çevirir. Belə deyək də, öz tərcüməsi baxımından cümləni inkara çevirmək üçün istifadə olunur. İngilis dilində də belə bir qaydamız var ki, bir cümlədə iki inkar işlənməz. Ona görə deyirik ki, hardly olan cümlədə əlavə bir inkara ehtiyac yoxdur. Almost'dan da nearly isə həm fərq yoxdur. Təsdiqdə də işlənə bilir, inkarda da işlənə bilir.
Sonra baxıram niyə? During while. During-dan while ərzində, müddətində, dövründə arkan erkən deməkdir. While haqqında inşallah feil mövzusunda davam edici zamanlarda daha çox qarşımıza çıxacaq. Amma ki, belə də deyək ki, while-dan sonra mübtəda xəbər gəlməlidir, ing-li feil gələ bilər. During-dən sonra isə isim gəlməlidir birbaşa.